Salam dostlar, hər birinizi xoş gördük bizim Toyollar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayım. Hazırda qarşımda görürsünüz, burada bizim təbii antibiotiklərimiz var. Toyuqlar üçün videonun başlığından yəqin sizə məlumdur. Toyuqlar üçün maraqlı bir qarşım hazırlayacağım. İl boyu toyuqların durmadan, dayanmadan yumurtlamağını təmin edən bir qarşımdır bu. Həm onları xəstəliklərdən qoruyacaq. Hazırda fəsil dəyişikliyi gedir. Toyuqlarımız tüklərini tökürlər. Toparlanmaqda bəzən çətinlik çəkirlər. Bu qarşım həm də bunları aradan qaldıracaq. Ona görə də videonu sona qədər izlə. Ümid edirəm ki, video xoşunuza gələcək və təsərrüfatınızda bu qarşımdan istifadə edəcəksiniz. İndidən hər birinizə xoş seyirlər. Əlavə olaraq kanalımıza hələ də abunə deyilsinizsə, abunə olun. Fikirlərinizi mütləq qaydada rəy bölməsində yazın. Ən azından fikriniz yoxdursa video ilə bağlı, heç olmasa bir gülmə işarəsi, smiley, nəsə bir şeylər qeyd edin ki, YouTube'da daha da irəli çıxaq. Bu mənim üçün həqiqətən də çox önəmlidir. Ən vacib isə videonu bəyənin, like'larınızı videodan əsirgəməyin. İnşallah sizdən bu video üçün 1000 bəyəni gözləyirəm, 1000 like gözləyirəm. Hər birinizə bir daha xoş seyirlər arzu edirəm. İndi isə keçək, bu qarşım haqqında məlumat verəcəm sizlərə və qarşımın nəyə xeyri olduğunu, nə üçün hazırlandığını, ətraflı qaydada necə hazırlamaq lazımdır ümumiyyətlə bu qarşımı ətraflı qaydada bu videoda göstərəcəm. Dostlar, burada görmüş olduğunuz kimi bizim burada 10 litrlik belə bir su qabımız var. Əlavə olaraq burada bizim nəyimiz var? İstədim birinci bu qarşım haqqında, qarşımda nələrdən istifadə edəcəyik, onlar haqqında məlumat verim sizlərə. Burada soğanlarımız var, 2 belə soğanımız var. Əlavə olaraq burada bizim pul biberimiz var, sarımsağımız var və əlbəttə ki, belə bir bıçağımız var ki, bunları kəsmək üçün xırda-xırda doğrayıb bu qaba əlavə edəcəyik. Ümumiyyətlə, toyuqlarınız hazırda, mənim toyuqlarımda da var, il boyu yumurta verirlər və artıq hansı ki, fəsil dəyişikliyi gəlir. Fəsil dəyişikliyi olarkən tüklərin, lələklərini tökməyə başlayırlar. Bu qarşım həm onların özlərini toparlamağına daha da yardımcı olacaq. Yəni, bunu tezləşdirəcək. Yəni, tükləri, lələkləri parlaq olacaq, şux olacaqlar toyuqlarınız, süst olmayacaqlar, aktiv olacaqlar. Belə qarşımlar ümumiyyətlə toyuqların sağlamlığına da xidmət edir. Yəni, sağlam toyuq yumurta verir. Mən ümumiyyətlə videolarımda yumurta üçün məndən bəzən soruşursunuz, nə vermək lazımdır. Mən məsələn sizə pul bibərin yemə qatılmağını demişəm, tövsiyə etmişəm. Belə bir qatışımdan da istifadə edib toyuqlarınıza verə bilərsiniz. Bu həqiqətən də toyuqlarınızın yumurta məhsuldarlığını müəyyən qədər tətikləyəcək, müəyyən qədər köməkçi olacaq. Və əlavə olaraq dediyim kimi hazırda qış mövsümü gəlir artıq, qarşıda soyuq aylar gəlir. Toyuqlarınızın möhkəm olmağına, xəstəliklərdən qorunmağına kömək olacaq bir qarşımdır. Qarşımın müəyyən, belə deyim, qaydası var. Ona görə də çalışın videonu sona qədər izləyin. Çünki yəni, sona qədər izləməyəndə artıq müəyyən suallar verirsiniz. Necə oldu, necə vermək lazımdır. Ona görə də çalışın videonu sona qədər izləyin. Burada bizim sirkəmiz də var. Sirkə yaddan çıxdı. Sirkəsiz olmaz əlbəttə ki. Belə bir sirkəmiz var. Qabımız balacadır. Yəni bu videoda az sirkədən istifadə olunacaq. Ona görə belə bir sirkə gətirmişəm bu video üçün. İndi isə dostlar keçək qarşımı hazırlamağa. Toyuqlarımız da burada, cücələrimiz də maraqla izləyirlər. Bunların elə yumurta yaşı çatmayıb sözünüzü. Amma orada digər toyuqlarımız var ki, belə maraqla bu videonu izləyirlər. Videonun çəkilişini, daha doğrusu çəkiliş prosesini. İlk öncə dostlar, pul biberdən başlayıram. Onu da deyim ki, pul biberin paketdə olanları da var. Mən belə çəki ilə satılanı aldım. Məncə bu daha yaxşıdır mənə görə. Yəni o birisindən də ala bilərsiniz, problem olmaz. Amma belə çəki ilə olanı mənə elə gəlir ki, daha çox acıdır, daha çox kömək olacaq. Ona görə bu dəfə bundan istifadə edəcəm. Görə necə effekt göstərəcək. Əlbəttə ki, əgər imkan yoxdursa, yəni əlinizin altında, dükanda, yaxınlıqdakı dükanda paketlə olan varsa, paketlə olanı alıb ondan da istifadə edə bilərsiniz. Burada heç bir problem yoxdur. Amma mən bu dəfə bundan istifadə edirəm. Deməli, mənə bilirəm ki, suallar gələcək. Nə qədər sirkə, nə qədər soğan. Ümumiyyətlə, buradakı istifadə olunan şeylərdən nə qədər istifadə etdiyimin belə dərəcəsini soruşacaqsınız. Mən burada gözə yarı istifadə edəcəm.
Əslində qaşıq olsaydı burada daha yaxşı olardı. Məndə 10 litrlik su qabıdır. Ona görə də çalışdığım qədər biraz çox istifadə edəcəm bu pul biberdən. Çünki hamıda toyuq sayı müxtəlif ola bilər. Ona görə individuallığı qoruyun. Yəni özünüzə uyğun hazırlayın. 1 manatlıq almışdım dostlar pul biber. Onu demək olar ki, yarısını bu qaba əlavə etdim. Görmüş olduğunuz bu qədərdir. Yəni çox acı da olmaz. Toyuqlara ziyandır, yandıra bilər, iç orqanlarına müəyyən fəsadlar törədə bilər. Ona görə də çalışın qaydasında əlavə etməyə çalışın. Bu gözə yarı olsa belə. Keçən indi digər istifadə edəcəyimiz şeylərə. Burada dostlar hazır qabığı soyulmuş soğanımız var. İndi bu soğanı biraz xırdalaşdırıb, yəni buradan keçəcək qədər formaya salıb içinə əlavə edəcəm. Onu da deyim ki dostlar, soğan belə deyim başlı başına özü antibiotikdir. Yəni bunu həm toyuqlarımıza, həm belə deyim özümüz imkan daxilində çox istifadə etməliyik, çox tükətməliyik ki, immun sistemimiz daha güclü olsun, orqanizmimiz xəstəliklərə qarşı dözümlü olsun. Həqiqətən də soğan möcüzəvi bir bitkidir. Belə xırda-xırda doğrayıb, buradan keçəcək bir formaya salırıq və pul biberimizin üzərinə belə əlavə edirik. Hazırda mən də bu işi görürəm burada. Həqiqətən bu qarışım toyuqlarınıza qış üçün, qış qabağı dopingdir. Toyuqlarınızı çox qoruyacaq. Əməlli başlı antibiotik veririk toyuqlara. Əməlli başlı toyuqlarınızı xəstəliklərdən qoruyacaq. Toyuqlarınız da sevə-sevə bunu qəbul edəcəklər, əminəm. İndi mən dostlar burada 2 böyük soğandan istifadə edirəm. Əgər sizdə toyuq sayı azdırsa bir soğan da istifadə edə bilərdiniz və yaxud da ki su qabını 5 litrik su qabı ilə və yaxud da daha balaca, indi baxır toyuq sayına. Elə də istifadə edə bilərsiniz. Bu biri soğanımızın da qabığını soydum və əlavə olaraq bura əlavə edəcəm. Ümumiyyətlə mən il boyu demək olar ki toyuqlarıma təbii nələrdənsə istifadə etməklə xəstəliklərdən qoruyuram. Sizlər də belə üsullardan istifadə edin. Kanalımızda çox belə təbii üsullar var ki, paylaşmışam sizlərlə. Həqiqətən də toyuqlarınızın daha şux olmasını, tüklərinin, pipiklərinin daha belə deyim gözə gəlimli olmağına səbəb olacaq bu qarışımlar. Ona görə də bu qarışımlardan mütləq qaydada çalışın ki, istifadə edin. Yəni lazımdır. Yəni bəzən lazımdır kimyəvi dərmanlardan da istifadə etmək, bəzən ehtiyac olur əlbəttə ki. Amma ki desəm bu dəfə yerə tökürəm, onları niyə götürərəm. Amma ki belə təbii qarışımlar toyuqlara verəndə digər heç bir şeyə ehtiyac olmur. Soğanın suyu da qarışacaq indi bu qarışıma. Açıq havada olduğuma görə gözüm çox sulanmadı. Bundan qorxurdum. Bunun da öhdəsindən gəldik. Yoxsa videonun çəkilişini müəyyən vaxt gərək dayandırmalıydım. Elə əl bacarığım elə də güclü deyil. Ona görə də üzürü sayın məni. Ola bilər ki, nələrsə səhv edə bilərəm. Amma yolumuz düz yoldur. Dostlar, sarımsaqlarımızı da belə bu formada doğramışam indi hazırda. Onları da ikiyə böləcəm. Burada bu düzələrimizə belə sarımsağın xırda-xırda verirəm. Bu çox sevirlər həqiqətən də. Görürsünüz dostlar. Bildiyiniz kimi sarımsağın qurqovucu təsiri də var. Mənim bu iki düzələrim xırda-xırda edib belə verirəm. Sevə-sevə yeyirlər. Belə dostlar, qarışımımız hazırda bu formadadır, görürsünüz. Belə soğanla pul biber qarışıq bir-birinə. İndi bura biz sarımsağı da əlavə edəcəm. Amma ondan öncə burada bizim balaca bir quzumuz var. Çöldəki heyvanların, qoyunların səsindən səs verir. Yeni olub, onu da deyim.
yeni olub, onu da deyim. Anası gedib süt gətirməyə bunun üçün. Bu da onun yolunu gözləyir, özü səbirsizliklə. Bir maşallahınızı alaram. İndi bizə əgər icazə verirsənsə biz keçək videomuza. Dostlar, özünüz bilirsiniz ki, sarımsaq da bayaq dediyim kimi həm qurd qovucu təsiri var, həm də əla növ antibiotikdir, toyuqları xəstəliklərdən qoruyur. Belə özüm ikiyə ayırıram ki, onun belə deyim, o suyu bu qarşıma daha yaxşı keçsin. Bütöv də ata bilərəm, çünki rahatdır bu qabın ağzından onu keçirmək. Amma belə xırdalayıram ki, biraz daha bir-birinə rahat qarşısınlar. Qarşımız daha yaxşı olsun. Necə baxırlar qarşıma. Keçid edib dostlar kanalımıza. Belə maraqlı videolar çoxdur kanalımızda. Onlara baxa bilərsiniz. Çoxu da toyuqları xəstəliklərdən necə qorumaq olar, yumurta məhsullarını artırmaq üçün müxtəlif üsullardan istifadə edirəm. Həqiqətən də çox maraqlı bir kanalımız var. Biraz tərifləyək kanalımızı. Artıq 55.000 abunə olmuşuq. Əgər sən də hələ də bizim kanala abunə olmamısansa, mütləq qaydada abunə ol. Və videonun başında dediyim kimi, bu video sizdən 1000 like, 1000 bəyənmə gözləyirəm və rəylərinizi şərh bölməsində mütləq qaydada yazın, qeyd edin. Təşəkkür edirəm indidən hər birinizə. Belə dostlar, artıq qarşımız belə bir formadadır. Sarımsaq, pul biber və soğan. Hamısı burada bir-birinə qarışıb. İndi qalır bircə şey, sirkəmiz. Sirkəni də dostlar bura. Belə deyim, hardasa mən 100 ml əlavə edəcəm. Çünki qabımız çox böyüdür. Məncə bu qədər yetərlidir. Biraz da əlavə edək hər ehtimala qarşı. Çünki mənim toyuqlarım artıq sirkəli suya öyrəşdiyinə görə onlar üçün sirkənin heç bir ziyanı yoxdur. Belə biraz çalxaladıqdan sonra bir-birinə daha yaxşı qarışsınlar. Bu üsul inşallah ki, toyuqların həm sağlamlığını, həm də yumurta məhsullarını əsasən də belə fəsil keçidlərində daha da köməkçi olacaq, daha da yaxşılaşdıracaq. Ümid edirəm siz də bu qarışımdan istifadə edəcəksiniz. Dostlar, deməli qarışımımız demək olar ki, hazırdır. Böyük hissəsini yerinə yetirdi. İndi bunun üzərinə su əlavə edəcəm. Dostlar, deməli qarışımımız artıq hazırdır. Amma bu qarışımı 3 gün müddətində saxlamalıyıq. Bura suyumuzu da əlavə etdik, görmüş olduğunuz kimi. Belə bir forma aldı, belə bir rəng aldı. Burada nələr var idi? Əvvəldən yenə təkrarlayaq. Soğan, sarımsaq, pul biber və sirkə. Bunları qarışdırırıq və 3 gün müddətində bunu sərin bir yerdə saxlayacağıq və ondan sonra artıq toyuqlarımızın suluqlarına bunu əlavə edə bilərik. Bu həqiqətən də toyuqlar üçün belə deyim, mükəmməl bir şeydir. Toyuqlarınızın yumurta məhsulları daha da artacaq bu qarışımı verdikdən sonra. Mütləq qaydada bu qarışımdan çalışın ki, istifadə edin. Sarımsaqdır, soğandır, bunları da ayrı-ayrı verə bilərsiniz. Sirkəli su hazırlayıb bunları da ayrı günlərdə verə bilərsiniz. Və əlavə olaraq yemlərinə pul biber də qarışdırıb vermək olar. Bu da onların həm yumurta məhsullarını, həm onların sağlamlığının qayğısına qalacaq. Toyuqlarımıza təbii şeylər verdiyimiz kimi özümüz də təbii nələrdənsə istifadə edirik. Burada bizim biberlərimiz var. Demək olar ki, ay boyu öz həyatımızdan istifadə etmişik. Burada biberlərimiz var. Biraz qabaqda badımcanlarımız vardı. Onun da o tərəfində artıq bizim pomidorlarımız var idi. Hansı ki, onlardan istifadə etmişdik. Və yazda da kartoflarımızı çıxartmışdıq. Demək olar ki, bu il həyatımızdan istifadə etmişik. Burada da maşallah olsun çoxlu biberlər var. Barı çoxdur. Və keçən əkdiyimiz göy soğanlar. Bunlar da artıq yenidən çıxıblar. Yəni artıq bunlardan da istifadə edirik. Burada da bizim müxtəlif göyərtilərimiz var. Bunlar da yavaş-yavaş artıq çıxmağa başlayıblar. Badımcanlarımız artıq son günlərini yaşayır belə xırda, balaca
Üzərində meyvələri var, barı var. Artıq son günlərini yaşayırlar. Belə bəzi güllər var ki, bəlkə də oradan çıxacaq, çiçəklərdən çıxacaq. Yeni meyvələri, yeni barları görək. Artıq dostlar, belə bu yaşıllığın içində videonu sonlandırıram. Hər birinizə dərin təşəkkür edirəm izlədiyinizə görə. Videonu bəyənin. Kanalımıza abunə deyilsinizsə, abunə olun. Xoş seyir arzu edirəm hər birinizə. 1000 bəyəni istəyirəm dostlar, rəylərinizi də bizdən əsirgəməyin. Bunlar həqiqətən bizim üçün çox vacibdir. Xoş seyir arzu edirəm. İnşallah yeni videolarda görüşənə qədər. Eləlik, sağ olun.